Əziz tamaşaçılar, belə ki, Milli Xalça Muzeyində çox özəl bir sərgi açılıb. Əziz tamaşaçılar, siz də xəbərdar olun. Sərginin adı da gözəldir. Gələcəkdə nə geyinəcək? Nədir bu sərginin özəlliyi? Nədir bu sərginin fərqi? Əslində adından biraz daha çox moda tərəfli bir sərgi olduğu düşünülsə də, bu təkcə belə deyil. Əlbəttə ki, daxilində bir çox mesajları ötürür. Bəli, burada bir ilham var. Əlbəttə ki, məhz bu adın seçilməsində dəyərlər nələrdir, hansı mesaj ötürülmək istəyir? Bax, bu barədə məncə elə canlı-canlı qonağımızla söhbət edək. Bəli, təbii ki, bütün bu suallara, ümumiyyətlə sərgi haqqında, gedişat haqqında elə qonağımızın özü ilə danışsaq, mənə elə gəlir ki, sizə də bir çox məqamlar agah olar. Əməkdar mədəniyyət işçisi, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikovadır bizim qonağımız. Əminə xanım, sabahınız xeyir olsun. Xoş gəlmişsiniz. Sabahınız xeyir olsun. Xoş gördük. Təşəkkür edirəm dəvətinizə görə. Həmişəki kimi bu studiyada olmaq çox xoşdur. Buranın ab-havası həmişəki kimi gözəldir. Salamlayıram hörmətli tamaşaçılarımızı da. Sizi də və hamıya uğurlu bir gün arzu edirəm. Çox sağ olun Əminə xanım. Biz də sizə minnətdarıq bütün heyət adından ki, sərgidə iş qrafiki bilirik çox gərgindir, gələn qonaqlar var, qarşılayırsınız. Bəli, həm də sərgi davam edir, bir neçə gündə davam edəcək. Siz də vaxt tapıb studiyamıza gəlmişsiniz. Çox sağ olun. Könül? Əlbəttə ki, Əminə xanım, biz qeyd etdiyimiz kimi, məhz sərginin adına istəyirik ilk olaraq nəzər yetirək. Bununla yanaşı, əlbəttə ki, həm də məlumat verəsiz sərgidə nələr yer alır, tamaşaçılarımız qaçırmasın. Çünki davam edir məhz aprelin 13-nə dək. Və burada məsələ gələcəkdə nə geyinəcək dedikdə, sadəcə moda tərəfdənmi soruşulur və yaxud da burada hansı məsuliyyətlər yatır? Bax, bu barədə istəyirik bizə məlumat verəsiniz. Çox sağ olun bu suala görə. Mən bir də məlumat vermək istəyərdim ki, aprelin 9-da Azərbaycan Milli Xalça Muzeyinin 1-ci mərtəbəsində sərgi qalereyasında yeni bir sərgi açılıb və bu sərgi aprel ayının 13-nə dək davam edəcək. Bu sərginin adı bir sual işarəsi var onun adında. Biz gələcəkdə nə geyinəcəyik və yəqin ki, elə adından bəllidir ki, hansısa suallara bizi narahat edən və tez-tez özümüzə sual, yəni verilən suallardan birinə cavab yəqin ki, tapıla bilər bu sərgidə. Əslində, biraz təşkilatdan danışmaq istəyirəm. Azərbaycan Milli Xalça Muzeyi və Azərbaycan Respublikasında Macarıstanın səfirliyi ilə birlikdə Mərkəzi Avropanın 4 ölkəsi, onların arasında Macarıstan, Avstriya, Çexiya, Slovakiya və Azərbaycandan, yəni 5 ölkədən dizaynerlər və rəssamlar, əsasən moda istiqamətində çalışan yaradıcı insanlar öz əl işlərini nümayiş edirlər burada. Bu bir alternativ bir baxışdır ümumiyyətlə modaya və ikinci emal ola bilər ki, yəni hamımız bilirik ki, keçən il bizim üçün əhəmiyyətli illərdən oldu. Azərbaycan COP29 nəhəng bir tədbirə ev sahiblik elədi və demək olar ki, bu ekologiya mövzusunun bir davamıdır burada. Çox doğru, bəli. Biz gələcəkdə nə geyinəcəyik, nə yeyəcəyik, bir-birimizlə necə ünsiyyət quracağıq, hansı nəqliyyat vasitələrdən istifadə edəcəyik. Gəlin etiraf eləyək ki, bu kimi sualları biz vaxtaşırı özümüzə veririk. Hərdən narahatçılıq hissi keçiririk. Çünki bugün biz çox dinamik sürətlə dəyişkən bir dünyada yaşayırıq və hərdən turbulent olan dünyada yaşayırıq. Nəinki əlbəttə ki, ölkəmizdə, əlbəttə ki, bütün dünyada çox dinamik inkişaf edən proseslər baş verir. Ona görə və hər şey çox dəyişir. Biz təsəvvür etsək ki, bir 10-20 il bundan əvvəl, hətta foto şəkilləri, arxivlərə baxanda bir 50 il bundan əvvəl insanlar tam başqa həyat tərzi sürürdülər. Ola bilər ki, onların hətta geyim tərzi tam başqa idi. Bugün biz çalışırıq ki, bugün bizim həyat tərzimiz çox dinamikdir. Ona görə də modada, yəni ümumiyyətlə bizim geyimimiz də bizim həyat tərzimizə uyğun olmalıdır. Amma mən çox sevindirəm ki, biraz zaman keçdikcə insanlar, təbii ki, insanlar daha çox sadəliyə, daha çox sayalığa üstünlük verirlər. Bu da bir növ həyatımızda, bu gələcək həyatımızda bir növ bir ahəng, təbiətin bir hissəsi olmaq mı deyim, daha praktik geyimlərə mi üstünlük vermək deyim. Yəqin siz bu sərgidə bu əsas məqamları bir prioritet olaraq nəzərdə saxlamısınız.
Mütləq əsas konsepsiya odur ki, bu ikinci dəfə istifadə olunmuş materiallardan ikinci dəfə istifadə olunmuş materiallardan. Əsasən bunlara üstünlük verilir və bu da biz təbiəti bugün doğrudan da onu düşünməliyik. Biz qlobal iqlim dəyişiklikləri nəzərdə tutmalıyıq ki, bugünkü bizim geyim tərzimiz bizə həm rahat olmalıdır, həm gözəl olmalıdır. Çünki Azərbaycan xalqı hər zaman gözəlliyə üstünlük verən bir xalqdır. Hələ bizim xalça və xalça məmulatlarımız da onun bariz nümunəsidir. Baxın, bizim xalçalarımız, biz ömür boyu, biz həmişə deyirik ki, müzeyə gələnlərə də deyirik ki, Azərbaycan xalqı biz dünyaya göz açırıq xalça üzərində, ömür boyu xalçalarla keçirdirik və son mənzilə də hələ xalça üzərində gedirik. Yəni, xalça bizim üçün, xalça da gözəllik deməkdir. Xalça sənətkarın təbiətlə olan diyaloqun bir nəticəsidir. Çünki ola bilər ki, yəni belə bir sərginin məhz xalça muzeyində keçirilməsi heç də təsadüfi deyil. Çünki xalçanın özü də çox orqanik bir məhsuldur. Biz bilirik ki, bütün bu xalça toxumağın prosesi ekosistemin bir hissəsidir. Xalça nədir? Xalça ildə 2 dəfə qoyun yununun qırxılması prosesindən başlayır. Sonra o iplər, yəni yundan düzəldilmiş iplər təbii boyalarla boyanır və burada hətta hansı rənglərə üstünlük verilir. Bu da bir təbiətin bir rəmzidir. Bilirsiniz ki, Azərbaycan xalçası əksər rənglər xalçalarda bu tünd qırmızı rəngdir. O da günəş enerjisini özündə saxlayan bir rəngdir, odun enerjisini göstərən bir rəngdir və tünd göy rəngidir. Tünd göy rəng də bizim dənizimizin bir rəngidir. Mən bunu da söyləmək istəyərdim, hörmətli tamaşaçılarımıza da. Azərbaycan Milli Xalça Muzeyi olaraq biz xalçanın fəlsəfəsinin və onun konsepsiyasının yeni bir istiqaməti üzrə çalışırıq. Xalça necə insanı xoşbəxt edə bilər sualına hətta çalışırıq bir cavab tapaq. Çünki tam əminliklə deyə bilərik ki, xalça insanı xoşbəxt edə bilər. Əslində bunu bilirik, xoşbəxt etdiyini də bilirik, şahidi olmuşuq. Amma çox yaxşıdır ki, məhz bu mövzuya toxunmuşuq. Çünki həm milli dəyərləri önə çıxarır, həmçinin bu artıq araşdırmaların nəticəsini göstərəcək bir məlumat olacaq və həmçinin insanların məhz xalça üzərindəki rənglərin əbəs yerə olmadığını bildirəcək, çatdıracaq. Çox gözəl təşəbbüsdür. Və Əminə xanım, bir şey də qeyd edək ki, burada məhz sərgidə istedadlı tələbələrin də siz qeyd etdiyiniz kimi təkrar emal olunmuş materiallardan, təbii materiallardan hazırladığı geyimlər sərgi olunur. Biz artıq kadrlarda da gördük, şahidi olduq, bir neçə geyimləri sərgilədik. Mütləq özümüzdə çatdırıb sərgiyə yaxınlaşacağıq, baxacağıq, tamaşaçılara da tövsiyə edirik. Amma tələbələrin iştirakı necə idi? Gənclərin buna marağı necə idi? Bax, istərdim bu yöndə də bizə məlumat verəsiniz. Çox sağ olun, bu çox vacib bir məqamdır. Çünki bizim muzey hər zaman gənclərimizə, istedadlı gənclərimizə, kreativ industriyalarda çalışan gənclərimizə, yaradıcı insanlara hər zaman bir dəstək kimi, bir ilham mənbəyi kimi biz çalışırıq olaq. Bizim fondlarımızla onlar işləyirlər və s. Və bu kimi sərgilər, əlbəttə ki, onların əl işlərinin nümayişi ilə bərabər, paralel olaraq bu sərgidə məhz iştirak etmək üçün sadaladığım ölkələrdən rəssamlar da gəliblər və biz dəvət etdiyimiz Azərbaycanlı rəssamların arasında müəyyən bir ünsiyyət, gələcəkdə ola biləcək, həyata keçiriləcək layihələr. Yeri gəlmişkən Azərbaycandan da bizim əməkdaşımız, bizim Uşaq şöbəyə rəhbərlik edən rəssam Təranə Əliyeva iştirak etmişdi. Nə gözəl. Mənə elə gəlir ki, çox maraqlı, yəni o da ikinci emal materiallardan, yəni papaqlar düzəltmişdi bizim uşaq şöbəmizdə. Yəni bilirsiniz ki, hər gün bizdə ustad dərsləri fəaliyyət göstərir, müxtəlif yaş qruplar üçün. Ona görə mən yenə də müraciət edirəm bütün hörmətli tamaşaçılarımıza da asudə vaxtlarınızda mütləq ailəlikcə, yəni dostlarınızla mütləq muzeyə gəlin, orada hər zaman yəni bir yenilik tapa bilərsiniz. Bu sərgini də qaçırmayın. Amma bunu da etiraf edək ki, çox dəbli və füsunkar rəng çalarları ilə, yəni məhz yaz mövsümünə çox uyğun olan
geyimlərdir orada. Çox haqlısınız Əminə xanım. Siz danışırsınız, rejissorlarımız o kadrları ekrana götürürlər. Deməli, həm video görüntülər var, həm də foto şəkillər var. Mən baxıram, çox dəyərli qonaqlar da yer alıb sərgidə, video görüntülərdə də belə rənglər, çalarlar da özü gözəldir. Həm qədimliyi özündə ehtiva edir, həm də müasir dövrümüzə elə bir o trendi yaxalamaq deyirlər də, bax belə deyək. Bu məni çox sevindirir. Həm gənclərimiz həm belə deyim də sizə, öz milli mənəvi dəyərləri üzərində müasirliyi özündə göstərə bilir. Əslində bu Azərbaycanlıların ən prioritet məsələsidir. Əlbəttə ki, dediyiniz kimi biz elə xalça məmulatlarına baxanda, keçən dəfə mən elə sizin studiyanızda çullardan bəhs edirdim. O da deməkdir ki, Azərbaycan xalqı hər zaman xalçalarla nəinki öz evini bəzəyir, hətta heyvanları bəzəməkdə idi. Yəni, çünki gözəlliyi sevən bir xalqıq. Bu da ki, yenə də təbiətdən asılıdır. Biz ilin 4 fəslini də bütün rənglərdə görürük. Yəni, sənətkar, hətta xalça toxucu, xalça rəssamları, onlar hansısa bir sənət əsərlərinə başlayarkən, yəni burada bu iqlimdən bəhrələnirlər. Hər bir Azərbaycanın hər bir güşəsi o qədər gözəldir. Ona görə Azərbaycan xalçaları o qədər rəngarəngdir, o qədər gözəldir ki, bu da bizim geyimimizdə mütləq əlbəttə ki, öz əksini tapır. Və mənə elə gəlir ki, hətta ölkəmizə təşrif buyuran rəssamlar da, dizaynerlərdir. Onlar müxtəlif universitetlərdə təhsil almış tələbələrdir. Onlar da böyük maraqla bizim ekspozisiyadan bəhrələnirlər və özləri etiraf elədiyi kimi gələn dəfə onlar mütləq xalça və bizim tətbiqi sənətlərə müraciət edəcəklər öz yaradıcılığında. Çox gözəl bir savab iş görürsünüz. Yenə də mən istinad edirəm kadrlara. Tədbir çox gözəl keçir. İstər musiqi hissəsi olsun, istər qonaqların eksponatlarla tanışdıq olsun. Biz də çox qürurlandıq və bir daha şahid olduq bu Azərbaycan xalqında bu keçmişdən gələcəyə bu körpü, belə deyək də, biz hal-hazırda bu körpü rolunu oynayırıq. Gələcəyimizə də, bizim evlatlarımıza da bax bu gözəllikləri yaşatmaq məsuliyyətimiz var. Siz də bax bunu gözəl şəkildə həyata keçirirsiniz. Əhsən sizə, təşəkkürlər sizə. Mən də sizə və həmkarlarınıza təşəkkürümü bildirirəm. Mədəniyyət kanalı təşəkkürümü bildirirəm ki, siz daimi bizim işimizi işıqlandırırsınız. Bəli. Demək olar bərabər çalışırsınız. Biz bunu hər zaman çox yüksək qiymətləndiririk. Çünki bizim işimizi siz kütləyə çatdırırsınız. Bu da bizim üçün çox vacibdir. Adətən belə sərgilər, onlar uzun müddətli olmur. Bəli. Və çox vacibdir ki, ziyarətçi gəlib və bu sərgilərdən məlumat alsınlar. Əlbəttə, bir daha səslənək tamaşaçılarımıza elə Əminə xanımın verdiyi məlumatları, bax, o gözəl görüntüləri, tələbələrin əl işlərini, dizaynerlərin çatdırmaq istədiyi mesajları qaçırmamaq üçün mütləq sərgiyə yaxınlaşın. 13 aprel tarixinə dək vaxtınız var. Çox rahat, gözəl yerdədir Azərbaycanımızın, daha doğrusu Bakının çox füsunkar, mən deyərdim, hissəsində yerləşir Xalça Muzeyi və bu şansı qaçırmayın, öz gözlərinizlə görün, əziz tamaşaçılarımız.